Mən Allahdan başqa, mən heç kimə əyilmərəm. Bilirsən, mən qıraqda, bucaqda başqalarını görürdüm da. Mənim gözüm görə-görə, ağlım kəsə-kəsə ki, Məmməd, Can Məmməd, Gül Məmməd, Gülcahan, nə bilim, Mircahan, bunlar biabırçı bir vəziyyətə qalıblar. Güya sevgi seviblər, güya seviblər bir-birlərini. Nə bir-birinə qismət olmurlar. Ne bilim, görəcək də biabırçılıq, bu biabırçılıq. Mən bu sevgiyə biabırçılıq deyirəm. Əmələ gəlmədi. İnsan sevə bilər. Sevgi də Allahın lütfüdür. Bilirsiniz, mənim öz dünyam var. Mən sevgidə çox böyük qəbahət görürəm. Mən görürəm. Mən başqasına demirəm ki, sən sevmə. Amma mən istəmirəm o həyatı. Mən o sevənləri görmüşəm və bir-birlərinə qismət olmayıblar, bir-birinə məktub yazıblar, bunlar bir-birinə telefonla danışıblar, amma bir-birlərinə qismət olmayıblar. Sevgi budurmu? Bundan ötürü insan öz həyatını puç eləməyə dəyərmi? Ümumiyyətlə, insan mənəviyyatını alçaltmağa dəyərmi özü insan mənəviyyatını? Hansısa bir kişinin qabağında qadın necə alçala bilər? Qız necə alçala bilər? Bu günləri sən sevdin, sabahlanları oğlandı sevmədi. Bax, sonra nətər olacaq? Bir də sən sevirsən, bu da yalandan güya dırnaq arası ölür dərdimdən, eləmi? Ailədə kimsə razı olmadı, kimsə nə olmadı, bunlar da sevildi, bir-birinin dərdindən dəli olub. Sonra da almadı. Bax, bu nətər olacaq? Bu anlamı mənə başa salan yoxdur. Bəlkələr əkilib, amma bitmir. Bəlkə nədir? Bəlkə insan həyatında olmaz. Onun üçün heç çox sevməmişsiniz həyatı. Heç vaxt. Ümumiyyətlə mən sevməmişim. Tələbə olan orta məktəbdə də, tələbə olan vaxtı da, mən 9 il tələbə olmuşam, mən sevməmişim. Yəni, bu anlam mənə çox yaxınlaşan olmuyor, ümumiyyətlə. Ay, mənə gəlsin, keçsin, bir oğlan mənə desin, mən səndən ötürü ölürəm, səni sevirəm, belə şey ola bilməzdir. Onları mən bilirsən nə eləyərdim, onları üzr istəyirəm ifadəmə görə, bəlkə də nə bilməyim. Yəni, ümumiyyətlə, mən o xarakterdə olmamışam ki, onlar ürək eləyib mənə yaxınlaşsınlar. Mən ümumiyyətlə, mən özümü tanıyandan, mən özümü o qədər qadağalar qoymuşam ki, özümə. Mənə o qadağanı nə evdə, ailədə qardaş qoyub, nə bacı qoyub, nə ata qoyub, nə ana qoyub. Mən elə qadağa qoymuşam ki, mən indi də bilmirəm ki, hələ mən nə cavab verəcəm Allaha ki, mən bu qıza nə qədər əziyyət vermişəm. Bax, bir gün burada nə olsa, 2 gündən sonra bütün Azərbaycandan biri. Hamı bir-birini demək olar ki, tanıyır. Sən neynəsən, hər kəs biləcək. Ay, məndən yoxdur. Sənət buradan gəldi. Ay, nə bilim, həyat buradan getdi, mən belə elədim. Qızım, səni hər kəs tanıyır, sənin özündən yaxşı tanıyır amma. Aha! Sənin özündən yaxşı tanıyır amma səni. Danışma. Ağıllı ol. Yalandan özü danışıb, burulğana salma. Səni səndən yaxşı tanıyır amma. Hardan gəlirsən? Hardan gəldin? Hara gedirsən? Səni cəmaət yaxşı tanıyır. Özü öldürüb gözü çıxartmağa dəyməz. Nəsə deyib, sübut eləməyə dəyməz. Sübut eləyə bilməyəcəksən. Bax, haradan gəlirsən. Mən bütün zaman yetişən nəslə demək istəyirəm ki, hər şey gec olur. Ad da gec ola bilər. Maşın sürmək gec ola bilər. Yaxşı paltar geymək gec ola bilər. O olsun. Gec olsun. Bunu tezləşdirməklə, başqa hərəkətlər eləməklə, bunu tezləşdirməklə məqsəd nədir ki? Hər kəsən də hər də vaxt deyirlər ki, allatmaq, kimsə alladır. İnsan özün allatdığından çox onu heç kim allada bilməz. Özün alladır insan. Başqa adam allatmır. Ona görə sənətdə də, bu sənətdə olsan da, olmasan da, gərək özünü allatmayasan. Mənim bu sözümü xoşlamaya bilən ola bilər. Mən öz pəncərəmdən yanaşıram. Sevmə. Deyən Elnarədir də, baş xarabdır. Amma insan özün tanıyandan özünün qadağalarını qoymalıdır. Sənətdə də, səhnədə də, həyatda da. Vəssalam.